Hər kəsi salamlayırıq. Sizə bir dənə start-stopla olan avtomobilləri və yaxud da ki, kilitlə olan fərqi yoxdur. Mühərriyi necə işə salmaq lazımdır, səhər-səhər əsasən soğuq vaxtlarında. Onu sizin nəzərinizə çatdırmaq istəyirəm. Görürsünüz, bax, cihazlar lövhəsi bağlıdır. Bax, birinci əyləşirsiniz avtomobilə. Bax, start-stopu bir dəfə vurursunuz. Bax, bir dəfə. Bir dəfə vurdunuz. Pribor artıq bax, bu vəziyyətdə açıldı. Diqqət eləyin, pribor açıldı. Ayağınızı da əyləzdə vurmuşsunuz. Bax, görürsünüz, ayaq da əyləzdə oldu. Ayaq tamamilə kənarda. Birincini vurdunuz. Bax, belə yarımçıq pribor açıldı. İndi gedirik artıq ikinci startı verməyə. Bax, ikincini. İkinci startı veririk. İkinci startı veririk. Pribor cihazlar lövhəsi açıldı. Gördünüz. Əsasən də dizel mühərriklər, 51% dizel sürücülər bax, belə etsinlər ki, közərmə şamı mütləqdir ki, közərməlidir ki, mühərrik səhər-səhər səris işə düşdür. Amma 49% də benzin avtomobil idarə edənlər etməlidir ki, benzin nasosdan, yanacaq nasosundan mühərrikhanəyə, yəni enjeksiyon sistemə çatana qədər təzyiq tam normal yaransın. Artıq belənçinə ikincini sıxdınız, ikinci etabı sıxdınız. Təxminən bir 5 saniyə, 7 saniyə bax, belənçə gözləmək lazımdır. Pribor belənçə açıq vəziyyətdə. Ondan sonra üçüncünü də start edir. Üçüncüdə də ayağınızı əyləcə artıq qoyursunuz. Ayaq əyləcdə artıq üçüncü start verilir. Mühərrik işə düşdü. Bacardıq qədər soğuq havalarda belə işə salın. Yay aylarında fərq eləmə. Avtomobilə minərkən hər kəs nə edir? Birbaşa ayağını əyləcə atır, gəlir start topu vurur, işə salır, gedir. Amma soğuq havalarda mütləq ki, belə elə benzin sürən sürücülərimiz yanacağın təzyiqi yaratsın, təzyiq yaratsın mühərrikhanəyə kimi. Dizel sürənlərdəki közərmə şamları tam közərsin ki, mühərriyin səlis işə düşməsinə köməklik göstərsin. Diqqətinizə görə çox sağ olun.